Sizi Güllə qapıda qarşılayıblar. Nə məsələ idi o? Hə, onu danışsam uzun məsələdir. Görüşmək istəyirdim, bir məsələ ilə əlaqədar istəyirdim görüşüm. Sağ olsun. Bir də zəngimlə getdim. Bilirsiniz, Sevilcan, herhalde görməmiş olmazsınız. Siz 100 dəfə də görərsiniz onu. Belə Hə, bir təhlükəsizlik, arx kimi bir şey var. təhlükəsizlik Oradan- qapısıdır. Təhlükəsizlik Aha. qapısı. Oradan keçmək lazımdır. Orada da bütün hamısı qapıdan, o prezident aparatına qapıdan keçəndən, o milisdən tutmuş, o telexrançilərinə qədər hamısı mənim xatırımı istəyən adamlardı. Gördüm o arkın yanında bir nəfər dayanıb, bir dənə gül əlində, qızıl gül. Hə. Ha beləcə. Bax, elə də danışıblar mənə. Bax Hə. canımcığım, qızıl gül. Əvvəl özüm belə pərt kimi oldum ki, bunlar mənə doluyublar. Bu nə olan şeydir? Necə yəni? Bu nədir? Bir dənə gülla dayanıb burada belə. Özdə dayanıb mənə baxır, gülümsəyə. Dedim, hələ mən də dedim ki, indi pərt olmayayım da. Dedi ki, hələ bilirəm ki, məni nəsə bunlar niyə belə eləsinlər? Hə, siz əvvəl bilirsiniz ki, bu hörmətsizlik. Gəlmişəm mən Ölçübəyin yanına gedirəm, mən görüşməliyəm onu ilə. Tabi bu gül nədir burada dayanıb burada? Konsert deyil, səhnə deyil, bildin? Ona görə mənə bir təhər gəldi. Mən də gülə-gülə dedim, bu nədir? Mən səhnəyə zada gedirəm, gül zad verirsin mənə belə. Dedi Zeynəb xanım, bəy deyib ki, xanımı xanım kimi qarşılamaq lazımdır. Dedim ki, mən bilirəm, siz Türkan Şorayı çox istəyirsiniz. Sizə bir şəkil verim. Belə elədi, nə yaxşı belə elədi. Bəs öz şəkilimiz. Dedim, nigaran qalmayın. Mənim şəkilim də elə onu ilə bir yerdədir. Götürdüm, onu verdim. Ay Allah, 2 dənə çox istədiyim. Bax, bu məni orada, inanın, tərpətdi bu söz. Bilirsiniz, orada bir hərəkətə gəldim. Hə, dedi ki, mənim ən çox istədiyim Zeynəb, nə yaxşı bir yerdə çəkdirmişsiniz şəkil, belə Türkan Şorayı mən çox istəyirəm. Sizi də ki, siz də Azərbaycanın necə türksüz də. İki Türkan Şoray var. Gör necə oxşuyursunuz mənə dedi, biri-birinə. Mən onu gerək yaddan çıxartmayayım. Mən heç vaxt onu, insan gerək, Allah var yuxarıda.